Əsas 36 dərəcə demişdim. O 36 dərəcəyə dayanır. Bakı vaxtı ilə saat 1-dir və biz Nikola Tesla hava limanına eniş etmişik. Səfərimiz təxminən 4 saat çəkdi. Qadasını alaram, öz pasport kontrolümüzü. Çek kimidir pasport kontrolü. Сейчас как тот, кто укреплял православие. Подушено, но... Bu ne güzel bize. Belqradın ümumiyyətlə Serbiyanın ən böyük məbədlərindən və onların fəxr edilməsi məbədlərindən biridir. Bu məbədin yaradılmasının əsas səbəbi pravoslavlığın daimi təməlli oturması üçün nəzərdə tutulur. Buranın pravoslav, katolik məbədin olması belə bura Allahın nəzərdə tutulur. İnsanlar bura təmiz niyyətlərlə, xoş niyyətlərlə gəlirlərsə, demək Allahı sevənlər gəlir. Buranın adı bilirsiniz nədir? Qala Meydan. Eramızın 86-cı ilində Romalılar burada şimal tərəfdən varvarların hücumlarının qarşısını almaq üçün burada kiçik qalalar qurublar ki, buradan gələn xətanın qarşısını ala bilsinlər. 300 il o saat təmir olunmadan işləyir. Только в прошлом здесь много этих воров, которые все, что говорили, вся история, это к военному музею. Современное оружие. Da, da. Это оружие. NATO qüvvələri şəhəri bombaladıqdan bir gün sonra onların özlərinin ordusu həmin bu silahlarla da onlara hamısını tək silah edir. Так что мы теперь шутим и говорим маленьким. 18-ci əsrdə Avstriyalılar orada yolu tikəndə onlar inşa edirdilər. Əsas bunlar Ты приходили сюда, они бы увидели. Там благодарности Франции стоять. Sultan Əbdüləziz tərəfindən fərman imzalanaraq 1867-ci ildə şəhərin açarları təhvil verilir Serblərə. И вот здесь, значит, князь Михаил и представитель. Belə bir Это значит красиво. yük daşıyırıq biz də. Burada insanlar öz sevgisini nümayiş etdirirlər. Olduqca da çox gözəl, böyük bir müzə başına qoyulası dəbilqədirsə, mən bu kişinin başını təsəvvür eləməyə çalışıram. Ay bu ne güzellik. İşin Azərbaycana köçürdük, yoxsa Azərbaycandakı insanları gətirək bu kəndi göstərək. Bizdə də yetərincə məşhur sənət adamları var, imkanlı sənət adamları var, öz xalqı üçün gözəl əsərlər yaradanlar var. Məsələn, buranın bayaq mən Dostoyevskinin qarşısında elə bir dənə video elədim. Mənim üçün həqiqətən də çox önəmlidir ki, bir insan var dövlətini belə bir kəndin yaradılmasına qoyub, amma əlbəttə ki, burada biznes maraqları da var. Taxta evlərdir, amma hamısı oteldir,
hamısı istirahət üçün tenis kortu var və bütün kiçik küçələri var, balaca döngələrinin hər birinin məşhurların adı ilə bağlıdır. Fellini'nin adından tutmuş Nikita Mixalkovun adına qədər. Mən çox istərdim ki, Maksud İbrahimliyevin də adına olan və ümumiyyətlə bizim bu günləri gənc maraqlı rejissor, ssenaristlərimiz var. Onların da adına açılmış bir kənd olsun. Sənət adamları bura toplaşır. Hər il fevral ayında dünyanın bir çox yerlərindən ən tanınan Monica Bellucci'yə qədər, yəni bura gəlirlər, burada festival keçirdirlər. Niyə? Axı bu əjdahadan bizdə yoxdur. Dar dəmir yolu ilə keçir. But the thing is, and then if you want, Hal-hazırda Bosniyada Vışıqrad şəhərindəyik. Balaca bir qəsəbədir, böyük şəhərdə deyil. Və burada Drin körpüsü və Drin çayının üzərində qurulmuş bu körpüdən bayaqdan danışırlar. Və bizə bütün bu turu təşkil edən Serbi xanım bildirir ki, özləri də etiraf edirlər ki, Osmanlı imperiyası gəldiyində, yəni adını işğal edirlər, amma yox, əslində bura mədəniyyət gətirib və görülən körpülər, nələr varsa hamısını Osmanlı imperiyası zamanı ilk olaraq Sultan Süleyman tərəfindən quruculuğu başlayıb. Mən də çox rahat da bildirdim ki, illər öncə bizim də işğal olunmuş ərazilərimiz və elə buna bənzər və bundan da daha yaxşı olan bir körpü, Xudafərin körpüsü və Həkəri çayının üzərində qoyulan o çay heç də bundan geri qalmır. Deyərdim ki, daha da üstündür, amma da dedim ki, heç xoşuna gəlmədi. Və deyir ki, o zaman bura niyə gəlmişik? Dedim ki, gəlmişik biz müqayisə eləməyə ki, görək harda daha yaxşıdır. Amma mən deyim ki, elə bizdə də yaxşıdır. Yetərincə bizdə də yaxşıdır. Burada sadəcə turizm inkişaf edir və bunların gəlirləri də bu turizmdəndir. Amma bir neçə ildən sonra mən əmin edirəm ki, elə bax, həmin bu gəzdiyimiz yerlərin vətəndaşları qaça-qaça gələcəklər həmin o Xudafərin körpüsünü görməyə, o çayın gözəlliyini görməyə. Çünki artıq çox az qalıb, yaxın zamanlarda bizim dəhlizimiz açılacaq, daha da gözəl get-gəlimiz olacaq və mən gidlik eləməyəcəm, amma ən azından bu video kimlərin yadında qalacaq. Osmanlı imperiyası getdiyi yerdə işğalçılıqdan çox mədəniyyət aparıb. Mədəniyyətlə bağlı quruculuq aparıb. Və bunun bax bariz nümunəsi gördükləriniz nələr varsa onlar tərəfindən. Oy sen nece güzelsen. Sen nece qəşəngsən. Ay, ay, ay. Dima öyle açılar mısın? İda, имя? Аня. Аня. Аня? Аня. Ой, Анечка, Анечка. Bosniya, hoş gelmişsiniz. Elbise sizi. Bazı basarsa gider o. Zeynep Məhəllə. Rolumu əlimdən alıblar, amma əslində mən idarə edirəm o gəmini. Hə, belə. Hesab edin ki, oradayım. Prosta qaqam özü idarə edir. Budur, xahiş edirəm, baxın. Gənclər naz elə. Sağ əlidir, hətta sağ əlidir. O, xahiş edirəm, ümumiyyətlə lövbər atan, lövbər tutan, nəzarət. Suyun temperaturunu Maradakı dəniz sahillərinə qədər bizi mühafizə edir. Qaldı ki, bu da ki bizim Çinkaçkumuzdur. Sən də ki, mən balam, üzü çör arada bir səhərdə görsünlər. Neyniyək? Qoy bir görsünlər səhərdən. Bu da ki, bizim İngiliz, Rus, Angliski, İşşara, Rus. князю Лазару. İnqilabda o da iştirak Allah sana rahmet eylesin. Ama şeyler sana yaraşmadı babayla. Bence bunları biz buradan götürmeliyiz. Altay'a kadınlar keçirdiniz.
Qadından kupiyə çəkişini bayaqdan görürəm. O neyini sən də onu Kilsəyə bənzəyir. Bunları meşənin içində eləyib, ibadətlərini yenə gedib orada eləyirmişlər. Gizli yerlərdə eləyirmişlər. mübarizə simvoludur. Qara gölgə üçün. Razı. Basınca. Mara işarə eləyir ki, tez eləyin gəlin. Макета Сталина, герой Дмитрий Карагёзович, экологический рыбачок. Hal-hazırda biz çox Topolca deyilən şəhərin böyük bir monastır və kilsəsindəyik. 1903-cü ildən 27-ci ilə qədər tikintisi həyata keçirilən bu məbəddə ən çox diqqətimizi çəkən böyük bir çilçıraq. Bu çilçıraq Berlində hazırlanır və çilçırağın mənası döyüşlərdə müstəqillik əldə etmək üçün həyata keçirilən iki böyük hərəkatlar olub. O hərəkatda canlarını qoyan əsgərlərin qarşısında baş əymək məqsədi ilə şahın tacı üzü qoyulur. Yəni üzü aşağı salınaraq hörmət mənasını daşıyır. Yəni mən bir çox yerlərdə olmuşam. Yəni ilk gördüyüm o hörmət əlaməti olaraq bir təşəkkürünü çilçıraqla belə bildirirlər. Əsərinə bax. Oh my god! Qodum bilmirəm nədir, amma qoddur. Bu əsər haqqında mən danışmaq istəyirəm. Əlbəttə ki, obrazlardan görəcəksiniz ki, hansı əsəri burada yaradıblar. Amma məqsəd odur ki, birinci onu deyim ki, bu ancaq mirvari ilə işlənmiş əl işidir. Və bunun tarixi 1930-cu illərə çəkir. Bunu Yerusəlimdə hazırlayırlar. Xüsusi Kral Aleksandrın göstərişi ilə sifariş edilib bu. Və 34-cü ildə Marseldə 1-ci Aleksandra qarşı suiqəst olanda onun dəfninə bir çox Avropa ölkələrinin rəhbərləri, o cümlədən həmin dövrdə Alman Sosialist səhvələmirəmsə partiyası oldu, Hitlerin partiyasında Göbels adlı çox məşhur tanınan filmlərdə də biz onu görmüşük. SS-i deyəsən idarə eləyib və o gəlib bu əsəri burada dəfn zamanı görür. İşğal edilən zaman, Yugoslaviya işğal olunan zaman Göbelsin birinci tələbi o olub ki, o əsəri mənə gətirəcəksiniz və o əsər zabitlər tərəfindən ona göndərilir. Göbelsin çox böyük kolleksiyası olub və onlardan ən gözəli də bu iş olub. Müharibə bitdikdən sonra hökumət, Yugoslaviya hökuməti onun geri qaytarılması tələbini bulur və Alman hökuməti onu geri qaytarır. Mənim anam Hindistanda olanda onlar daha çox belə içiblər və onlardan yadımda qalır. Gələndən sonra ənənə yenə davam eləyirdi. Qara çay suda da istifadə elədiyimiz dəmi tökürük. Üstündən, bax göstərim də, baba bunu belə, düzdür, biz dədə babamız yoxdur burada. Allah onlara rəhmət eləsin. Bunu belə eləyəcəyik. Mən bir balaca eləyim, baxarsan. Sonra sürətləndirərsən. Gəl buraya Elnurə. Elnurə, ciyarın yansın Elnurə. Hə, ciyarın yanmasın. Sonra bunu da tökürük üstünə. Oldu mu? Sonra bunu da belə zad eləyirik. Bunu da baba belə eləyirik. Nə oldu Kemal Efendi? O çox dadlı, ballı, çaylı süd olur. Aleksandrın həyat yoldaşı Mariyanın, Kral Aleksandrdan söhbət gedir. Onun kamutlarıdır, 2 ədəddir. Bu şərab zavoduna
1934-cü ildə hədiyyə olunub və o vaxtdan bəri saxlanılıb. 14 karat qızılla işlənilmiş üzərində işlər. Ən gözəl şərabları bura yığılır. Запрещено. До Второй мировой войны. У нас не Galuba səhv eləmirəmsə adlı bir qızın adı ilə bağlıdır. O heç cür razılaşmayıb ki, hərəmə getsin və özünü bu qaladan atmaq qərarına gəlib. Elnur, burada cəmaatın ağzını yuma bilməzsin. O səs eləyir, yaxşı eləyir. Buradakı da elə aldıqları puldur. Buranın Osmanlı İmperiyasına Sultan Süleymana satıldı. Yaxşı. Karpat axınının üzərində tikilən o qala hər zaman müstəmləkəçilərin diqqətində olub. Topları ona koyub atılmışlar. Orada əllə atılanı da olub da. Hamam birdən olduğuna görə həftənin 3 günü kişilərin olub, həftənin 2 günü qadınların olub və deyəsən bir gününü də daha çox təmizlik işlərinə həsr ediblər. Amma kişilər üstünlük verir 3 gün. Əjdaha məsələsi çox maraqlıdır. O gün də dedim də, niyə o əjdahadan tutulmasın? Niyə bizdə bu marallardan olmasın? Əgər kimdəsə evində varsa bu marallardan, bu Sovetin pluşlarıdır da, xalça divara vururdu. Divanın ya da ki kravatın üstünə belə yapışdırırdıq. Əgər kimdəsə varsa, nə lazım deyilsə, deyir ki, bu çuşqalara aiddir, mən qəbul edirəm. Tamam, verin də mənə. Но я думала, что он похож. Möhtəşəmdir də, yəni bunu sözlə ifadə etmək olmaz. Ona görə baxın. Ümumiyyətlə bu bayaqlarda bunu demişdi ki, Rumıniyanın simvolu olaraq fikir verirsiniz, qadınların hüquqlarını hər yerdə bu belə koruyurlar da. Bu nədir? Qadın niyə gəlib burada yaşamalıdır? Qadın niyə atşelnik eləyirlər? Niyə bizi belə hüququmuzu pozurlar? Mənim şu qara balalarım. Al.